Salam əziz Doğru Yola Doğru izləyiciləri. Bugün müxtəlif platformalardan gələn sualları cavablandıracağım. Başlayaq. Ən uzun sual çıxdı. Salam dəyərli qardaşım Erkin bəy. Allah sizi daima qorusun. Sizdən çox məlumat öyrənmişəm. İstəyərdim bilim, kainatla bağlı suallarımızı necə bilək və bu suallarımızın cavablarını haradan öyrənək? Bilirik ki, kainata verdiyimiz sualların cavabı olur. Necə ünsiyyət yaradaq ki, düzgün yaşaya bilək? Nə yaxşı ki, varsınız, sizi izləmək çox xoşdur. Öncə təşəkkür edirəm dəyər verdiyiniz üçün. Həmişə dəyərli olasınız. Bunun ən sadə yolu oyun qurmaqdır və həyata oyun kimi baxmaqdır. İzah edeyim necə. Siz istənilən verdiyiniz sualı və yaxud da ki, sizi narahat edən məsələyə adi bir radioda səsləndirilən, dırnaqarası təsadüfən bir mahnıdan cavab ala bilərsiniz. Və yaxud da ki, qarşınıza çıxan reklam lövhəsindən, maşının arxasına yazılan nömrədən, yazıdan, kitabdan, məqalədən, saytdan və yaxud da ki, bir qulaq şahidi olduğunuz söhbətdən ala bilərsiniz. Digər daha dərin bilgilər əsasən yuxuda verilir, yuxuda gəlir və ümumiyyətlə bu cür dərin bilgiləri biz Doğru Yola Doğru təlimində keçirik və təlimə qatılan tələbələrin yuxuları belə bəzən bir-birinə oxşar olur və yaxud da ki, bir-birini tamamlayır. Və hətta tələbələr özləri belə təəccüblənirlər ki, heç bir-birini tanımadığı insanlar eyni mövzuda, eyni yuxular görürlər. Ömründə bir-birini görməyən adamlar belə yuxuda həmin adamları görürlər. Həmin adamlarla hansısa bir diyaloq yaşayırlar. Yəni, kainatdan mesaj almağın yolları müxtəlifdir. Bunun da bir standartı yoxdur. Yəni, fərdidir. Ona görə deyirəm ki, hər kəs istənilən səviyyəyə qalxa bilər, istənilən bilgini ala bilər. Yetər ki, həqiqətən içdən bir istək olsun. O bir videomuzda dediyimiz kimi. Yəni, bilmək istəyirsinizsə, həqiqətən bilmək istəyin. Yəni, ona görə də bu sualın belə bir standartı, qaydası yoxdur. Rahat şəkildə yönəlin, rahat şəkildə suallarınızı verin və ətrafınızı müşahidə edin. Cavablar hamısı oradadır. Bayaqki sualın adını oxumadım, nə deyəsən. Bayaqki sual verən adı 99GG546 idi YouTube-dan. Bayaq adını oxumağı yaddan çıxartdım ona görə. Keçək növbəti suala. Yalnız böyük suallar gəlir. Digər sual Günay xanım WhatsApp-dan. Çox araşdırıram, çox öyrənirəm. Bəzi şeylər niyə belədir bilirəm. Necə düzəldə bilərəm, onu da bilirəm. Amma iş həyatına tətbiq etməyə gələndə tənbəllik, ertələmə və ərinmə olur. Yəni, ərinmə qarşıma alır. Etdiyimi də, disiplini də etmirəm. Necə başlayıb, davam etdirib və tamamlaya bilərəm. O, bir qəşəng söz var, deyir, səndən hərəkət, məndən bərəkət. Yəni, bizim bu haqda bir videomuz da var idi ki, yəni, istifadə olunmayan informasiya, məlumat boş bir şeydir. Çox adam çox şey bilə bilər. Yüzlərlə, minlərlə kitab oxuya bilər. Amma bunu həyata tətbiq eləmək, bilgin olmaq, təcrübəli olmaq, müdrik olmaq başqa şeydir. Və ümumiyyətlə, bilgi və əməl konveyer kimi bir şeydir.
Yəni sən öyrənirsən, öyrəndiyini tətbiq eləyirsən, həyata keçirdirsən və ardınca yenə sənə bilgi gəlir. Yəni bilgi və əməl, yəni təcrübə və praktika bir-birinin daima yanında olmalıdır. Yəni bütün kainat yan və in enerjisindən formalaşıb da, yan həmin o dediyimiz informasiya və enerjidir. Yəni onu belə götürsək, in isə artıq onun maddiləşməsidir. İşıq da belədir. Yəni o dırnaqarası belə deyək, faza və nol kimi götürək də, yəni müsbət və mənfi kimi. Yəni təkcə müsbətlə işıq yanmır. Mütləq şəkildə onun yanında bir mənfisi də olmalıdır. Yəni ağla qara vəhdət təşkil eləməlidir. Qara deyəndə pis mənada başa düşməyin. Yəni torpaq belə qaradır. Siz ağac əkmək haqqında bilgilər ala bilərsiniz. Ki, ağac əkirsən, ondan sonra o böyüyür, meyvə verir. Amma siz ağac əkib onu böyütmədikcə, onun meyvəsini dada bilmərsiniz. Yəni bu həyatda belədir. Necə eləyəcəyinizin bir standart düsturu yoxdur. İstəyəcəksinizsə eləyəcəksiniz. Yəni bir şeyi istəmək lazımdır bir başlığında və ona çalışmaq lazımdır. Yəni, ertələyirsinizsə siz sadəcə zaman itirirsiniz. Və ona görə də zaman bərabərdir enerji, bərabərdir pul, bərabərdir sabitlik, bərabərdir ixtisas. Yəni bunlar bir-birinin bağlayan zəncirlərdir, halqadır. Çalışın icra eləyin. Heç olmasa 100 şey biləndə onun birini icra eləyin. Və ümumiyyətlə təbiətdə belə bir şey var. Siz hansısa bir sahəyə yiyələnmək istəyəndə, hansısa bilgini almaq istəyəndə, onun cəmi 20%-ni əldə eləyəndən sonra 80%-ni təbiət, həyat özü sizə verir. Əməl də belədir. Sizin gözünüzə hansısa bir iş böyük görsənə bilər və yaxud da ki, hansısa bir binanı piyada qalxmaq çətin gələ bilər. Amma başladınsa, artıq belə deyim, 100 mərtəbəli binanın 20 mərtəbəsini qalxandan sonra bir də gördünüz 20-ci mərtəbədə bir lift qapısını açdı ki, gəl səni qaldıraq yuxarı. Yəni hər bir şey belədir. O 20% heç olmasa çatmaq lazımdır. Uğur olsun. Keçək növbəti suala. Kutsal 1982 YouTube. Çox sağ olun cavablar üçün. Ümidvaram ki, gələn dəfə mənim sualıma cavab verərsiniz. Köhnə paltarlarımı vermək mövzusu. Köhnə paltarlar haqqında, istifadə olunmuş ümumiyyətlə əşyalar haqqında bizim səhifəmizdə və YouTube kanalımızdan bilgilər verilib. Yəni ilk növbədə ən yaxşısı, ən təhlükəsiz üsul yandırmaqdır. Yox, əgər kiməsə verilmək istəyirsinizsə və yaxud da ki, deyirlər ki, israfdır yandırmaq. Birincisi, çox paltar almaq israfdır və o aldığınız şeydən az istifadə eləmək israfdır. Yəni adamlar var, yüzlərlə paltarı, yüzlərlə ayaqqabısı var. Cəmi bir dəfə geyinib. Və hər kəs də başlayır ki, ay ehtiyacı olanlar, ehtiyacı olanlar. Bu ehtiyacı olanlar mövzusunu ortaya niyə atırıq ki, özünə 3 əvəzinə 2-sini al, 1-ni ona al. Əgər həqiqətən də səmimi şəkildə siz ehtiyacı olanları düşünürsünüzsə, bir də bunu yoxlayın da, belə eləyin. Yəni, özünüzə lazım olmayan bir şeyi kiməsə vermək təsəllisini özünüzdən çıxardın. O savab filan deyil. Özünüzü aldatmayın, o insanları da aldatmayın. Əgər belə xeyirxahsınızsa, elə gedin özünüz də istifadə olunmuş mallar geyinin. Pul xərcləməyin ona. Pulu xərcləyin ehtiyacı olanlara. Buna deyərəm ki, bu adam əsl xeyirxahdır, savab qazanandır. Bu kimi şeylərlə manipulyasiya eləmək lazımdır. Biz çox yaxşı bilirik, yaxşılıq nədir, xeyirxahlıq nədir. Yəni, bu şeylərlə ehtiyac yoxdur. Yenə deyirəm, təbii axar su ilə enerjinizi təmizləyə bilərsiniz. Yəni, buna dəniz, bulaq, quyu suyu, çay suyu, göl suyu aiddir. Çünki krandan gələn suda o su həmin strukturunu qorumur. Bizim gələcəkdə ümumiyyətlə su və daşıdığı yaddaş haqqında da videomuz olacaq geniş. Yəni orada bu bilgilərlə tanış ola bilərsiniz.
Su hansısa bir süni bir qapalı məkana girəndə bütün strukturunu itirir və təmizləmə qabiliyyətini də itirir. Ona görə də yenə deyirəm, ən yaxşısı yandırmaqdır. İkinci məsələ, təmizləyə bilirsinizsə enerjinizi, təmizləyin, elə verin. Xəyalən də yandıra bilərsiniz, əgər bunu bacara bilirsinizsə. Məndən soruşsaz, mən heç kimə heç nə vermirəm və heç kimdən də heç nə almıram. Əgər verəcəmsə, alacamsa, enerjimi təmizləyirəm, elə verirəm və elə də o şeyi əldə edirəm. Və bir də digər suallar gəlir ki, bəs indiyə kimi verdiklərimizi neyiniyə, necə olsun? Yəni, can sağlığı paketində bu haqda bilgilər var. Enerjinizi geri qaytara bilərsiniz, təmizləyə bilərsiniz və ümumiyyətlə energetik, informatik təsirlərdən də qoruna bilərsiniz. Keçək digər suala. Səbinə Rəhimova YouTube-dan verib. Niyə pozitiv qalmaq çətindir? Niyə bir hadisədə mənfini görüb depressiyaya düşmək daha asandır, nəinki o hadisəyə haqq qazandırıb qəbul etmək? Yəni, biz boş yerə dünya görüşü demirik də, yəni təbiət yönlü dünya görüşü. Yəni, bir təbiətə baxın, biz niyə görə təbiətə yönəldirik? Bir quşa baxın, bir nə bilim, pişiyə baxın. Görün hansı quş, hansı pişik, hansısa bir hadisədən sonra uzun müddət depressiya yaşayır. O anı yaşayır. Bütün canlılar həmişə indi və burada olurlar. Yəni, hansısa bir zamanda ilişib qalmırlar. Nə keçmişlə bağlı narahatlıqları var, nə gələcəklə bağlı narahatlıqları var. Yəni, ona görə də ilk növbədə təbiət yönlü dünya görüşü lazımdır. Və bunları ilk növbədə biz can sağlığı paketimizdə təqdim edirik, webinarlarda təqdim edirik və təlimdə daha dərin bu şeyləri təqdim edirik. Təlimin ilk vaxtlarında mən tələbələrimə deyirdim ki, mən sizə yüzlərlə texnika və üsul öyrədəcəm. Amma sizin dünya görüşünüz olmadıqca bu texnikalar çox müvəqqəti və effektiv xarakter daşıyacaq. Və bizim də əlimizdə, yenə deyirəm, texnikalar çoxdur. Amma sizin o təbiət yönlü dünya görüşünüz formalaşmadıqca, siz o hadisələrə doğru düzgün baxmayacaqsınız. İstənilən hadisə sizi yetişdirmək üçün, sizi oyandırmaq üçün, yəni o qəflət yuxusundan oyandırmaqdır ki, başını qaldır, bir ətrafa bax, gör nələr baş verir. Orada üzülmək əvəzinə bir neytral, nə sevinc, nə kədər halında, yox, neytral halında müşahidəçi roluna keçmək lazım ki, görürsən, burada mənə nə demək istəyirlər, mən neynəməliyəm. Yəni, demirəm də birbaşa süni şəkildə hər bir hadisəyə gülüb keçin. Doğru baxın məsələyə, müşahidəçi yerinə, neytral zonaya, yəni, tolerant yanaşın. Keçin o pozisiyaya, o statusa, oradan bir baxın. Kənardan özünüzə bir baxın. Yəni, onsuz da bu hadisəyə əsəbləşmək nəyəsə dəyişmir. Valla, hansısa bir bədbəxt hadisəyə əsəbləşmək, üzülmək, nəyəsə dəyişsəydi, biz onu təbliğ eləyərdik ki, hə, bunu eləyin, hər şey düzələcək. Özünüz də şahidsiniz ki, nəyəsə əsəbləşməklə və yaxud da ki, üzülməklə o hadisə dəyişmir. Olan bizə olur. Xəstələnirik, qanımız qaralır, həqiqətən də energetik olaraq qanımız qaralır və çıxış yolu da tapa bilmirik. Amma məsələyə ayıq başla, o soyuq başla deyirlər də, elə baxanda artıq həm o suala, narahatlığa cavablar gəlir, həm də rahat şəkildə o hadisədən keçmək olur, dərs almaq olur. Keçək növbəti suala. Ülviyə Nəsirova WhatsApp-dan yazıb. Mənim qardaşım illər əvvəl öz atasını qınadı. İndi həmin taleyi özü yaşayır. Mən onu başa salıram, amma o yenə də bu imtihandan keçə bilmir. Atamı qınamaqda davam edir. Bilmək istərdim ki, mən ona necə kömək edə bilərəm. Ona pul yardımı etsəm, onun karmasına müdaxilə etmiş olaram mı? Təşəkkürlər. Mən elə bu xanım sualı yazan kimi ona qısa şəkildə cavab yazmışdım ki, əgər lazım olsaydı, Allah hamıya pul paylayardı. Amma Allah hər kəsə ağıl verib və hər kəsə bir
yol biçib belə deyək. Yəni karma dediyimiz, tale dediyimiz. Yəni əlbəttə ki, bir gözəl deyim də var ki, istənilən məsələni ən yaxşısı odur ki, pulla həll eləyəsən, nəinki taleyinlə. Amma inandırım sizi ki, siz ona hansı cür kömək eləsəz də, o oradan çıxmayacaq, özü oradan keçməyincə. Yəni, onun maddi durumu düzəlsə də, bütün problemlərini siz həll eləsəz də, o onun daha şiddətlisini və dəhşətlisini yaşayacaq. Çünki orada ona bir şeylər verilmişdi, dərslər verilmişdi ki, o dərsləri, məsələləri həll eləsin və böyüsün. Amma oradan keçə bilmir. Düşünün ki, bir uşaq məktəbə gedir, onun 1-ci sinif, 2-ci sinif, 3-cü sinif misal məsələləri var, öyrənəcəyi bir şeylər var və o misal məsələləri onun yerinə valideynləri həll edir və yaxud da ki, müəllimi həll edir. O uşaq nə öyrənəcək? Yəni, ona heç kim məktəbin boş yeri bitirəndə savadsız birinə o şəhadətnamə verməyəcəklər. Ola bilsin ki, bu dünyada kimsə süni şəkildə savadsız birinə diplom və yaxud da sertifikat verər. Amma kainatda elə keçmir o. Kainatda heç kimin daydayı yoxdur. Kainatda rüşvət işləmir. Kainatda süni heç nə işləmir. Təbii seçmə qanunu var. Biz nə qədər də bu təbii seçmə qanununa süni müdaxilə eləsək də, sonda yenə də təbii seçmə qanunu qalib gəlir. Bu yaradılışın təməl qanunudur, təkamül qanunudur. Yəni, imkan verin insanlar öz düşdükləri vəziyyətdən özləri çıxsınlar. Siz onlara yol göstərə bilərsiniz, istiqamət verə bilərsiniz, maksimum bu qədər informasiya verə bilərsiniz. Ondan o tərəfi yox, olmaz. Yəni, belə götürüm, kimisə aparım, qoyum, oraya yox. Bu haqda elə bu yaxınlarda bir videomuz olub, hər kəsin xilası öz əlindədir. Yəni, başqa cür mümkün deyil. Yəni, kimsə bataqlığa düşübsə, siz onun arxasınca gedib onu çıxartmağa çalışsanız, özünüz də batacaqsınız. Ən yaxşısı durduğunuz yerdən onu ora çağıra bilərsiniz, sahilə çağıra bilərsiniz ki, bax, mən buradayam. Və yaxud da ki, bir çubuq uzada bilərsiniz ki, heç olmasa insan bir cəhd eləsin, o çubuqdan tutub oradan çıxmağa çalışsın. Yenə deyirəm, bataqlığa düşmüş adamı xilas eləməyə çalışan adam, yəni ora girməyə çalışan adam, onu qucağına alıb çıxartmağa çalışan adam özü də batacaq, bir mənalı şəkildə. Başqa cür mümkün deyil. Keçək növbəti suala. Zülfiyə xanım 9217 Instagram. Salam, Doctor Strange və The Nobody filmləri haqqında fikirləriniz nədir? İstənilən film, istənilən kitab, istənilən bilgi faydalıdır. Yetər ki, oradan o məsələni görə bilərsən. Və ikinci məsələ isə fantastik hesab olunan, yəni dediyim kimi, istənilən kitab və yaxud da film özündə bir həqiqət payı daşıyır. O həqiqətləri görmək lazımdır sadəcə. Və əlbəttə ki, onun fantastik tərəfləri də var, mümkünsüz tərəfləri də var, işləməyən tərəfləri də var. Yəni, bu da əlbəttə ki, filmi daha maraqlı və yaxud da ki, əsəri daha maraqlı eləmək üçündür. Amma yenə deyirəm, istənilən fantastik hesab olunan və yaxud da ki, fantastik kimi qələmə verilən kitab və filmlərdə həqiqət payı var. İndi mən burada durub bütün filmi analiz eləyənmərəm ki, filan yeri məsəl üçün həqiqətən işləyir, filan yeri işləmir. Amma böyük ölçüdə o filmlərdə həqiqət payı var. Yəni, bilənlər bilir. Keçək növbəti suala. 7 A-L-Y-H-V-A-A YouTube. Yəni, niki belə oxumalıyam. Başqa cür mümkün deyil. Salam, təşəkkürlər maraqlı məlumatlarınız üçün. Məni bir sual düşündürür. Günahın, xəbərin olmadığın bir işdə kiminsə səni günahlandırıb qarğış tökməsi keçərlidirmi? Buna
belə cavab verim. İstənilən neqativ, destruktiv təsir, yəni insana gəlib çatır. Düşünün ki, yolla gedirsiniz, kimsə kənardan sizə daş atır. Sizin də heç bir günahınız və xəbəriniz yoxdur. O daş gəlib sizə dəyəcək də, yəni və ağrıdacaq. Bu da onun kimidir. Sizin burada günahınız haqlı və ya haqsız olmağınızdan çox o göndərilən destruksiyadır. Və bunun qarşısını almaqdan ötürü yəni bizim can sağlığı paketimiz var. Üstəlik təlimdə də bu kimi təsirlərdən qorunmaq üçün üsullar, texnikalar var. Yəni bununla təmizlənə bilərsiniz və hətta o aqressiya göstərəni aqressiyasından qat-qat yuxarı şəkildə özünə qaytara bilərsiniz. Yəni bu təsirlər əlbəttə ki, öz gücünü itirmir. Yəni sizin haqlı olmağınız nəyisə burada dəyişmir. Yalnız o halda ola bilər ki, siz elə bir yüksək məqamda olasınız və yüksək düşüncə tezliyinə malik olasınız ki, sizə gələn təsirlər, o cəddi ağır haqqında videomuz var idi da, yəni qalxsın sizin yüksəkliyinizə və qayıtsın həmin adamın başına. Amma təsir hər bir halda gəlir. Artıq oradan qorunmaq qalıb sizin özünüzə və ruhunuza. Keçək növbəti suala. Günel Hacıyeva WhatsApp. Əvvəllər uşaq təzə doğulanda adı qulağına oxunurdu. Dədə-babadan belə görmüşük. Uşağın adının qulağa oxunması haqda fikirləriniz maraqlıdır. Bu sualla əslində bir dəfə də rastlaşmışam. Elə bu yaxınlarda məclislərin birində bu sualı verdilər. Yəni, istənilən zərrə informasiya və enerji daşıyır. Və yəqin ki, qədimdə bu əvvəllər yazı pozu yox idi da və insanın adını onun qulağına oxuyardılar ki, bu onun yaddaşına hopsun. Çünki bizim ən güclü yaddaş daşıyıcımız qanımızdır və qulağa oxunan əlbəttə ki, verilən informasiya o qana hopur. O söz də var, qan yaddaşı. Və yəqin ki, bu şeyin bu cür belə ayin kimi keçirilməsinin mənası və mahiyyəti ondan ibarətdir. Amma ümumiyyətlə, əlbəttə ki, uşağa adını çağırmaq lazımdır ki, o bilsin ümumiyyətlə kimdir. Yəni, o adla, çünki ad insanın həm də taleyində mühüm rol oynayır. Bu haqda bizim videomuzda var. Yəni, ad qoyanda ümumiyyətlə ölçüb biçmək lazımdır. Ki, bu adı mən niyə qoyuram? O ad ona necə təsir eləyəcək? Hansı rolunu oynayacaq? İşıqlı olacaq, qaranlıq olacaq? Yəni, hər bir şeyi ölçüb biçmək lazımdır. Keçək növbəti suala. Kamala Asqarzadə. Instagram. İnsan özünü necə tanıya bilər? İnsan özünü ilk növbədə tanımağı üçün özünü müşahidə eləməlidir, səmimi şəkildə. Özünə kənardan baxmalı, bacarmalıdır. Səmimiyyət olmalıdır da, yəni yaxşısı ilə, pisi ilə. Və o pisi özündən itələməli deyil. Özünü ilk növbədə olduğun kimi qəbul eləməlisən ki, bax, mənim bu mənfilərim var. Və ola bilsin ki, bu mənfilər sizə görə mənfidir. Çünki dünya görüşünüz əskik ola bilər, yanlış ola bilər. Ki, sizin üçün mənfi olan əslində müsbətdir. Sizin üçün müsbət olan əslində mənfidir. Yəni, insanların məsəl üçün çoxsu deyir ki, mən əl açığam, mən çox xeyirxağam, mən çox mərhəmətliyəm. Yəni, bunlar hamısı müsbətdir deyə bir şey yoxdur. Sənin həddindən artıq xeyirxahlığın, əl açıqlığın, mərhəmətliyin cəmiyyətdə səni uduzmuş və əfəl birisinə çevirə bilər. Yəni, hər bir şey həddində olmalıdır. Hər bir şey doğrudur. Eqoizm də doğru formada olmalıdır. Mərhəmət də, o, belə deyim, əli bütövlük də, hər bir şey həddində və yerində olmalıdır. Yəni, bunun üçün də yenə deyirəm, misallar var da təbiətdə, canlılar üzərindən. Biz bütün kainatı özümüzdə daşıyırıq. Və üstəlik bizdə olan hər bir şey kainatda və yaradılışda öz əksini tapır. Yəni, onun vəhdətidir biz. Ona görə də çalışın o vəhdəti görə biləsiniz. Özünüzü müşahidə eləyə biləsiniz. Və görəsiniz ki,
bu sizi irəli aparır, yoxsa dala salır? Yəni artıq orada özünüz tapacaqsınız ki, hə bax bu işlər faydalı olur, kənarıma ziyan vermir, özümə ziyan vermir və son nəticədə də bir uğur əldə olunur. Yəni bunun bariz nümunələri sağlamlığınızla bağlı görə bilərsiniz. Yəni bədəniniz sizin mayakınızdır. Bir detektordur, göstərir sizə ki, harda səhv eləyirsiniz, harda düz eləyirsiniz. Bədəninizi müşahidə eləyin, sağlamlığınızı müayinə eləyin və baxın ki, sizin harda əskikləriniz var, oraları düzəldin. Keçək sonuncu suala. Rauf Əhmədzadə, eyni hadisələr niyə təkrar baş verir? Quranda da ayələr təkrarlanır. Bir atalar sözü də var da, təkrar biliyin anasıdır. Təkrar həm də biliyin açarıdır. Sənin üçün bir belə gözün aydınlar ki, bu hadisə bir də oldu deyə. Niyə oldu? Sən bir şeyi niyə təkrarlayırsan? Ümumiyyətlə biz nəyisə bir imtahana hazırlaşanda və yaxud da ki, bir nəsə lazım olanda onu niyə oxumağa, niyə təkrarlamağa çalışırıq? Öyrənmək üçün, bilmək üçün. Və hadisələr də həyatımızda ona görə təkrarlanır ki, biz bunlardan düz nəticə çıxardıq, düz keçə bilək oranı. Yəni, biz orada bir mesaj verilir, biz onu görmürük, elə başdan soğudu keçirik və ya onu məsələyə düzgün baxmırıq. Düzgün baxandan sonra vəssalam, o sizdən daha əl çəkirlər. Yəni ki, imtahanda necə ki, siz artıq imtahanı verdiniz, cavab verdiniz, vəssalam. Onunla da hər şey bitir. Bugünlük bu qədər. Suallarınızı yenə yazın. Çox maraqlı suallarınız var. Ümid edirəm ki, faydalı ola bildik. Sağ olun, gələn görüşlərə qədər.